xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzən həyatımızda elə günlər olur ki, hər şey sanki öz axarı ilə dəyişməyə başlayır. Uzun müddətdir gözlədiyimiz bir xəbər gəlir, qarşımıza yeni bir fürsət çıxır və ya heç gözləmədiyimiz bir insan həyatımıza müsbət təsir göstərir. Astroloji şərhlərə görə qarşıdakı dövrdə bəzi bürclər üçün belə xoş dəyişikliklərin ehtimalı daha yüksək görünür. Bugün 3 bürcdən danışacağıq. Onların qarşısına yeni imkanlar çıxar, bəzi planları gözlənilmədən sürətlənə və uzun müddətdir arzuladıkları bir məsələdə irəliləyiş baş verə bilər. Əlbəttə, astrologiya gələcəyi dəqiq müəyyən edən elm deyil. Bu şərhləri daha çox əyləncəli və motivasiya xarakterli bir yozum kimi qəbul etmək lazımdır. İlk bürc Buğadır. Buğa bürcünü qarşıdakı günlərdə səbir və zəhmətinin nəticəsini görmək baxımından maraqlı bir dövr gözləyə bilər. Bu bürcün nümayəndələri adətən qərarlarını tələsmədən verirlər. Onlar bir məqsəd seçdikdə həmin məqsədə çatmaq üçün uzun müddət çalışa bilirlər. Məhz buna görə də son vaxtlar çox çalışdığı halda nəticəsini tam görə bilməyən buğalar üçün yeni bir imkan ortaya çıxa bilər. Bu imkan iş, pul, şəxsi münasibətlər və ya gündəlik həyatla bağlı ola bilər. Ən maraqlı məqam isə odur ki, bu şans tamamilə gözlənilməz şəkildə qarşınıza çıxa bilər. Bir telefon zəngi, bir görüş, yeni tanışlıq və ya əvvəllər yarımçıq qalmış bir işin yenidən gündəmə gəlməsi buğa üçün yeni qapı aça bilər. Buğa bürcünün diqqət etməli olduğu əsas məsələ isə fürsəti görən kimi onu qiymətləndirməkdir. Çünki bəzən insan uzun müddət gözlədiyi imkan qarşısına çıxanda belə keçmişdə yaşadığı uğursuzluqlar səbəbindən tərəddüd edir. Əgər siz buğa bürcüsünüzsə, qarşıdakı dövrdə özünüzə olan inamınızı qorumağa çalışın və təklifə düşünmədən razılaşmaq lazım deyil. Amma qarşınıza çıxan yeni imkanları da dərhal rədd etməyin. İkinci şanslı bürc tərəzidir. Tərəzi üçün qarşıdakı dövr xüsusilə sosial münasibətlər baxımından diqqət çəkə bilər. Bu bürcün nümayəndələri üçün yeni insanlarla tanışlıq, maraqlı söhbətlər və faydalı əlaqələr ön plana çıxa bilər. Bəzən insanın həyatında böyük dəyişikliklər yalnız böyük qərarlardan deyil, adi bir tanışlıqdan başlayır. Tərəzilər üçün də belə bir vəziyyət mümkündür. Yeni tanış olduğunuz insan sizə maraqlı bir fikir verə, işlə bağlı məlumat paylaşa və ya uzun müddətli düşündüyünüz bir məsələyə başqa tərəfdən baxmağınıza kömək edə bilər. Şəxsi münasibətlərdə də tərəzilər üçün müsbət ab-hava yarana bilər. Əgər uzun müddətdir danışmadığınız biri varsa, həmin şəxsdən xəbər alma ehtimalı sizi sevindirə bilər. Münasibətdə olan tərəzilər üçün isə daha səmimi söhbətlər və bir-birini daha yaxşı anlamaq üçün uyğun şərait yarana bilər. Subay tərəzilər üçün də maraqlı tanışlıq ehtimalı var. Lakin burada əsas məsələ tələsməməkdir. Qarşınıza çıxan hər insanı həyatınızın böyük dəyişiklik nöqtəsi kimi qəbul etmək düzgün olmaz. İnsanları tanımaq və hadisələrin təbii şəkildə inkişaf etməsinə imkan vermək daha yaxşıdır. Həyasının qarşısına çıxacaq ən böyük şanslardan biri isə seçim qarşısında qalmaq ola bilər. Bir neçə variant arasında qərar vermək lazım gələndə yalnız başqalarının fikrinə deyil, öz daxili istəyinizə də diqqət yetirin. Üçüncü bürc isə ox atandır.